Salam, hər vaxtınız xeyir olsun, əziz müəllimlər və abituriyentlər. Biz sizinlə axırıncı dəfə DİM testindən alqoritm mövzusunun 100-ə qədər izahını paylaşmışdıq. İndi isə 100-dən sonra olan bütün qalan testlərin izahını bölüşmək istəyirəm. Baxaq 101-ci sual nümunəsinə. Deyir, alqoritm fraqmentinin icrası nəticəsində B dəyişəninin qiymətini təyin edin. Deməli, bizə bir dənə dövrü alqoritm verilibdir. Biz burada artıq B dəyişəninin qiymətini tapmalıyıq. Görək, dövrdən nə zaman çıxarıq? Baxsaq, bizdə dövrdən o zaman çıxış baş verər ki, A böyük bərabərdir B şərtində biz dövrdən çıxmalıyıq, düzdürmü? İndi burada məqsəd A-nın neçə dəfə belə deyək ki, təkrarlandığını tapmaqdır. Və A-nın ilkin dəyəri 1-dir. Baxsaq görək ki, 2 neçə dəfə öz-özünə vurulubdur burada. Çünki A-nın belə deyək də başlanğıc dəyəri 1-dir deyə biz 2-nin bir-birinə neçə dəfə vurulduğunu tapmalıyıq. O zaman mən yaza bilərəmmi ki, 2-nin üstü x böyük bərabərdir 101. Yəni burada x dövrlərin sayını tapmaq üçün bir dəyişəndən ifadə elədim. Baxsaq, hansı ədədi qoysaq burada, həmin ədədin, yəni 2-nin üstü həmin qiymət 101-dən böyük olar. Bu təbii ki, aydın məsələdir ki, 7 olacaqdır. Nəyə görə? Çünki 2-nin üstü 7, 128 eləyir. 128 də 101-dən böyükdür. 6 qoysaq ödənməz. Yəni, iç qiymətimiz bu olacaqdır, 7. Və dövrümüzün sayı artıq bəllidir. Biz də A-nın qiymətini nə tapdıq burada? 128. Amma B deyir ki, mən A-ya bərabərəm. B də gedəcəkdir, A-nın qiymətini alacaq, B-imiz olacaq 128. Rahat bir sual nümunəsidir. 102-ci suala baxsaq, deməli, bu da eyni sual tipindəndir. A-nın başlanğıc qiyməti verilib 0. Baxaq görək neçə dəfə dövr baş veribdir. Biz nə zaman dövrdən çıxarıq, yəni də modulda A böyük bərabərdir B olanda, düzdürmü? Amma burada A-mızın başlanğıc qiyməti 0 deyə burada mənfi bir qiymət almalıyıq. Baxsaq dövrün sayını tapsaq, olacaqdır modulda 2x böyük bərabərdir 27-dən. Burada aydın məsələdə müsbət eləyəcəkdir. Olacaqdır x böyük bərabərdir 13,5. Və bu da x bərabər olacaqdır 14-ə. Çünki 13,5-dən böyük 2 tam qiymət 14-dür. Deməli, mənim dövrümün sayı bəllidir ki, 14 dəfədir. Gətirib yerinə qoysaq buradan olacaq 0 minus 28. Düzdürmü? Olacaq mənfi 28. Amma B deyir ki, mən modulda A-ya bərabərəm. Mənfi 28-dən də aydın məsələdir ki, müsbət qiymət çıxır. Cavabımız olacaq 28. 103-cü suala baxsaq, deməli, A-nın mənfi 5 qiyməti verilir, B 1 olanda şərt neçə dəfə icra olunur? Baxaq, bu son şərtli dövrü bir alqoritimdir və istiqamətlərə baxsaq, biz A böyükdür 0 olanda dövrdən çıxmalıyıq. O zaman, yəni, burada artıq mən yox qoluna A böyükdür 0 deyəndə, əgər böyük deyilsə, yox qolunu icra edirəm, düzdürmü? Deməli, mənim A böyükdür 0 qiymətində mən hə qoluna icra edəcəm. Və başlanğıcda nə verilib A-nın qiyməti? A-nın qiyməti hər dəfədə B ilə cəmlənir. Yəni, mənfi 5-in üstünə mən hər dəfə 1 gəlirəm. Və biz bunu lakonik yazaq. Necə yazarıq? Yazaram, mənfi 5 plus x böyükdür 0. Çünki hər dəfə B onsuz da qiymət dəyişmir də, alqoritmin gedişatında bir vahid artacaqdır. X-im nə olacaq? Keçirsək bu tərəfə, x böyük olacaq 5-dən. Düzdürmü? X-in də 5-dən böyük qiyməti 6 olacaqdır. Olacaq dövr sayı 6 dəfə. Bax belə. Yəni şərtin neçə dəfə yoxlandığı olacaq 6. Keçək 104-cü sual nümunəsinə. A bərabərdir 5, B bərabərdir 1 olduqda alqoritmin icrası nəticəsində B dəyişəninin son qiymətini təyin edin. Baxsaq burada, deməli, A 80-dən böyük olmalıdır ki, yox qolunu icra edərik və
A 80-ə bərabər olanda mən hə qolunu icra edəcəm. Yəni mən son olaraq 80 plus üzr istəyirəm, böyükdür 80 deyəndə də yox qoluna doğru hərəkət edirəm və artıq 80 80-ə bərabər olanda mən nə edirəm? Hə qolun icra etmiş oluram və bu B burada çapa gedir. Deməli mən son olaraq burada dövrümün sayını tapmaq istəyirəmsə, A-nın başlanğıc qiyməti nədir? Belə deyək də 5-dir. Yəni mən e, 80 almaq üçün 5 vuraq 2 vuraq 2 vuraq 2 vuraq 2 düzdürmü? 10, 20, 40, 80. Deməli mənim burada 4 dəfə dövrüm icra olunubdur. Çünki onsuz da mən 80-ə bərabər olanda hə deyib dövrdən çıxıram da. Deməli məndə 4 dəfə dövrüm icra olunubdur. Düzdürmü? Düzdür, buradan biz tapa bilərik. Yəni problem deyil, dövrün sayını buradan da tapa bilərik. Amma yəni mənə onsuz da deyir ki, mən 80-ə bərabər olanda dövrdən çıxıram. O zaman mən dövrüm 4 dəfə icra olunubsa və B-nin başlanğıc qiyməti 1-dir. B bərabərdir 1 plus 20, yəni 5-i vuracam 4-ə, çünki hər dəfə 5 vahid artır axı. Olacaq 21. Deməli, mənim B-min son qiyməti 21 olur. 105-ci sual nümunəsinə baxsaq, blok sxemlə təsvir olunmuş alqoritmin icrası nəticəsində B dəyişəninin qiyməti neçə olar? Baxaq. Deməli, bu da gəlsək, burası son şərtli dövrü alqoritmdir. Sadəcə olaraq biz nə zaman yox qoluna doğru getməliyik? Baxın, hə qolu A böyükdür B olanda icra olunur. Düzdürmü? Yəni mən artıq yox qoluna doğru istiqamət almaq üçün A kiçik bərabərdir B şərtin qoymalıyam ki, dövrdən çıxım. Əla. Gətirək A-nın qiymətlərini, ilkin qiymətlərin yerinə qoyaq. A-nın ilkin qiyməti nədir? 5-dir. 5 plus 2, bilmirəm neçə dəfə 2 cəmlənəcək, onu yazıram 2x kiçik bərabərdir. B-nin başlanğıc qiyməti nədir? 2 plus 3x. Əla. İndi buradan tapsaq, yəni mən dövrdən çıxmaq üçün bunları ilkin qiymətləri qoydum, yazıram. Olur nə? Mənfi x kiçik bərabərdir. Deməli, mənfi 3-dən. X da işarə bilirik ki, dəyişir. X böyük bərabərdir 3. X də nə olur? 3. Deməli, mənim dövrümün sayı buradan bəlli ki, mən 3 dəfə icra olunacaq bu hissə. İndi A-nın qiymətini qoyaq yerinə görək 3 dəfə icra olunanda mən A-nı necə tapıram burada son olaraq? A-nın qiymətinin ilkin qiyməti 5 idi, düzdürmü? 5-i üstünə gələcəm 6-nı. Olacaq 11. B-nin başlanğıc qiyməti 2-dir. Üstə gələcək 9, eləyəcək 11. Əla. A 11, B 11. Deməli 11 11-dən böyükdürmü? Deyirəm yox və mən dövrdən çıxmalıyam ki, yox qoluna doğru istiqamət alım. Gətirək yenidən qoyaq qiyməti. A-nın sonuc olaraq qiyməti 11 idi. Üstə gələk 4 bərabərdir 15. Və 11 idi. Üstə gələk 6, 17. Gedib şərtimi yoxlayıram. 15 böyükdür 17-dən. Deyirəm yox. Və məndən B-nin qiymətini istəyir. B-mizin də qiyməti olur 17. 106-cı sual nümunəsinə baxaq. Blok sxem formasında verilmiş alqoritmin icrası nəticəsində C dəyişəninin qiyməti neçə olar? Baxaq, x kiçikdir y-dən, x 2-dir, y 4-dür. 2 kiçikdirmir 4-dən, deyirəm hə. Deməli, z kiçikdir x-dan. Z-imiz neçədir? Z 2-dir, x-imiz də 2. 2 kiçikdir 2-dən, deyirəm ki, yox. Və baxsaq, C bərabərdir, y-i böləcəm z-ə. Y neçədir? 4-dür. Baxın, burada çaşdırıcı məqam odur ki, əgər y belə deyək də z yazılanda sadəcə y-in qiymətini bölürəm z-ə.
Yəni çox adam gedir z-lə x-i cəmləyir, sonra y-i bölür, amma xeyr, o zaman cəmləmə baş verərdi ki, bu mötərizədə olardı, düzdürmü? Ona görə də burada yalnız və yalnız y-i z-ə böləcəm. Mənim y-imi z-ə bölmək üçün qiymətlərini qoyaq yerinə. Deməli, y-imiz neçə idi? Y-imiz 4 idi. 4-ü böləcəm 2-yə. Olacaq 2 plus x-in qiyməti 2 bərabərdir 4. Və baxsaq da s-ni istəyir. S də olacaq 4-ə. Yəni deyirəm, burada çaşdırıcı məqam odur ki, z ilə x-i cəmləmək olar. Yəni belə bir problem yarana bilər. Birinci bunu həll edərik, amma bu yanlışdır. Yəni riyazi cəhətdən yanlışdır. Çünki birinci bölmə, sonra toplama yerinə yetirilməlidir. Bu yalnız və yalnız mötərizədə olsaydı, yəni o zaman icra olunardı. 107-ci sual nümunəsi ilə davam edək. Deməli, alqoritmin blok sxeminə əsasən S dəyişəninin çapa verilən qiyməti 25-dir. Dövr 5 dəfə icra olunarsa, N-in ilkin qiymətini müəyyən edin. Deməli, bizdə N-in ilkin qiyməti bəlli deyil. S amma bilirik ki, 25 sonda alınmalıdır və dövrdə 5 dəfə icra olunubdur. 5 dəfə icra olunubdur və T də N-ə bərabərdir. Baxsaq, 5 dəfə icra olunması üçün və T hər zaman nə baş verir? Bir vahid azalıbdır. Və mən burada çox rahat apararam. Baxın, T böyükdür 2 olanda dövrdən çıxıbdır da, yəni dövr üzr istəyirəm, hər qoluna doğru istiqamət alıbdır. O zaman biz nə edərik? T kiçik bərabərdir 2 yazmalıyıq ki, biz yox qoluna doğru gedək. Və T-nin başlanğıc qiyməti bizə heç nə verilməyibdir. Sadəcə olaraq deyir ki, mən 5 dəfə icra olunmuşam. Gedək T minus 5 x, düzdürmü? Bilmirəm neçə dəfə dövr olubdur. Ona görə x yazdım. Kiçik belə deyək də bərabərdir 2. İndi mən dövrümün sayı 5 dəfədir. Gətirirəm burada 5-i yerinə qoyuram. Mən bunu ona görə açıq yazdım ki, niyə birbaşa 5 yazmadım? Çünki burada neçə dəfə 5 çıxdığını tapmaq üçün. Ona görə dövrümün sayını x ilə yerinə yetirməyə çalışdım ki, mən niyə burada belə deyək də 5 yazacağım. Çünki 5 dəfə icra olundu baxın. Belə. Yəni 1 onsuz da 5-i 1-ə vuranda 1 eləyir də, düzdürmü? Axırda gətirib yerinə qoyacağam. Deməli, T kiçik bərabərdir. 1-i də qoyanda yerinə, burada onsuz da 5 eləyir. Birbaşa yazmaq istəmədim. Oldu 7. Yəni keçirdəndə bu tərəfə olur 7. Deməli, mənim qiymətim olur 7. Və fikir versək T n-ə bərabərdir. T n-ə bərabərdir. Deməli, məndə elə başlanğıc qiymət 7 olmuş olacaqdır. Onsuz da bunu belə də yazmaq olardı. Yəni, onu da deyim, niyə x-dən adlandırdım orada mən. Mənə deyir ki, onsuz da 5 dəfə icra olunmuşam. Yəni, t-dən çıxaram 5-i, düzdürmü? Sonra kiçik bərabər eləyərəm 2-yə, t bərabər olar 7-yə. Bir də yaza bilərdim. Sadəcə olaraq birbaşa burada yazdım ki, yəni geniş şəkildə yazmaq istədim ki, daha aydın olsun. Çünki bəzən elə ola bilər ki, dövrün sayını verməz, özümüz adlandırırıq hansısa bir dəyişəndən, o nöqteyi nəzərdən. Sonra 107-ci sual nümunəsini, amma birbaşa da elə lakonik yazmaq olardı, yəni hər ikisinin izahını vermək istədim. 108-ci sual nümunəsi. Baxaq, alqoritm nəticəsini müəyyən edin. X-in başlanğıc qiyməti verilib, y də verilibdir. Baxsaq biz nə zaman yox qoluna doğru istiqamət alarıq? Birinci şərtdə deməli y böyükdür 10 olanda, düzdürmü? Əla. Və baxsaq nə baş verib? Burada proqram alqoritmin gedişatında x kiçikdir y, kiçik bərabər y olanda hər qolu icra olunubdur. Deməli, mənim burada da bir dənə şərtimizi qoymalıyıq. X böyük olanda y-də biz yox qolunu icra etməliyik. Düzdürmü? İndi mən də baxıram, 10 kiçik bərabərdir ondan deyirəm ki, hə. Və sonra x 4 kiçik bərabərdir ondan deyirəm ki, hə. Yəni, mən şərtim ödənilməsi üçün, yəni mən yox qoluna doğru istiqamət almaq üçün
Mən burada bu şərti qoydum. İndi gedək. E, Belə deyək də, dövrün sayını tapmağa çalışaq. X-in qiyməti neçədir? 4-dür. 4 plus, plus. Mən burada bir dənə A qoyacağım, bunu dövrün sayı X-ni adlandırmaq istəmirəm, çünki burada X dəyişəni verilibdir, olacaq A. Dövrümün sayını tapmaq istəyirəm. Böyükdür, böyükdür. Y nədir? Y-in başlanğıc qiyməti 10-dur da, 10. Minus A. Sadəcə dövrdən çıxmaq istəyirəm ki, yox qolunu icra edin. Düzdürmü? Mənfi olacaqdır. Keçəcək bu tərəfə, yəni bu tərəfə keçirdim ya da olsun nə? 2A böyükdür. Deməli 6-dır. Allah. A böyükdür 3-dən, A bərabərdir 4. Deməli, mənim dövrüm bu hissə, baxın, bu hissə 4 dəfə icra olunubdur. Əla. Gəlib x-in qiymətlərini qoysaq yerinə, x bərabərdir 4 plus 4 bərabərdir 8. Y-in də qiymətini yazsaq 10 idi. Ondan çıxacam nəyi? 4 dəfə 1-i olacaq 6. Deməli, x-in son qiyməti 8-dir, y-də 6-dır. Y-də 6-dır. Tapdıq. İndi gedək. Və mən burada deyəcəm ki, 8 kiçikdir 6-dan. Deyəcəm, yox, yox, qolunu icra edəcəm. X-in son qiyməti nə idi? 8 idi. 8-dən 6-sını çıxıram, olur nə? 2. Y-in son qiyməti nə idi? 6 idi. 6-nın üstünə 6 gəlirəm, 12. Düzdürmü? İndi məndən nə soruşur? Və şərt ödənməyəcək deyə 12 kiçik bərabərdən ondan deyirəm yox. Və y-i çap edirik. Y-in də son dəyəri 12 olmuş olur. 109. Alqoritm blok sxemində A-nın ilkin qiyməti 22-yə bərabərdir. Dövrün gövdəsinin 7 dəfə icra olunması üçün B-nin ilkin qiyməti ən azı neçə dəfə icra olunar? Baxaq. Deməli, biz belə deyək də, B-nin ilkin qiyməti ən az neçə icra olunar, yox, neçə olmalıdır? Baxsaq. A-nın onsuzda ilkin qiyməti bəllidir. A 22-dir. Biz nə zaman yoxa gedərik? A kiçik bərabərdir B olanda. Düzdürmü? Amma mən şərtimin yerinə gətirib qoyacağım bunu. Bilmirəm B-nin ilkin qiyməti nə qədərdir. Mən bunu tapıram. Yəni ilkin qiyməti tapmalıyam. O zaman A bəllidir ki, 22-dir. Yazıram 22 kiçik bərabərdir B plus dövrün gövdəsi 7 dəfə icra olunubsa, yəni bu olur vuraq 7. Nəyə görə? Çünki 2 7 dəfə icra olunub da, yəni artım baş veribdir. 2 vahid artıbdır. Elə birbaşa 14 yaza bilirəm də. 14. Düzdürmü? İndi keçəcək bu tərəfə. B, belə deyək də, mənfi, keçirdək bu tərəfə. Mənfi B kiçik bərabərdir. 22-dən də 14-ün çıxanda olur nə? Mənfi 8. B də böyük bərabərdir 8. B bərabərdir 8. Deməli, B-nin ilkin qiyməti 8 olmalıdır. 110-a baxsaq. Deməli, alqoritmin blok sxeminə əsasən n dəyişəninin çapa veriləcək qiymətinin 232 olması üçün n-in ilkin qiymətini müəyyən edin. Çox məşhur sual tiplərindəndir ümumiyyətlə bu sual tipi və qəbula da hər zaman belə bir tip düşür seanslara. Yəni düşmə ehtimallı bir sualdır. Baxaq. Deməli, məndə çapa veriləcək, n dəyişənin çapa veriləcək qiymətinin 232 olması üçün. Deməli, sonda 232 çapa verilməlidir. Məndə n-in ilkin dəyərini istəyir. İndi mən n-in ilkin dəyərini tapmaq istəyirəmsə, dövr sayını tapmalıyam. Dövr sayını tapmalıyam. Nə cür tapacam bunu? Mən nə zaman yox qoluna gedəcəm? A böyük bərabərdir 164 olanda. Düzdürmü? İndi gedirəm, hələ ki mən n-ə toxunmuram. Çünki mən gedim görüm dövrümün sayı nə qədərdir. A-nın başlanğıc qiyməti verilibdir burada 3. 3 plus 16x böyük bərabərdir 164-dən. 16x
böyük bərabərdir 161-dən. X da böyük bərabərdir. Bunu bölsək 161-i 16-ya bölsək 10 tam nə qədərsə düşər. Təxminən 10 tam deməli 0 nə qədərsə bu qədər artıq olacaq da. Yəni bizdə burada tam bölünmür. X də bərabərdir 11. Əla. Deməli mənim dövrüm 11 dəfə icra olunubdur. Enim ümumiyyətlə belə deyək də 232 alınması üçün mən yazacağam ki 232 bərabərdir n minus. Mənim 8-im neçə dəfə ilkin qiymətdən çıxıbdı? 11 dəfə. Çünki bu hissə 11 dəfə icra olundu axı. Olur nə? 88, 11-i vurdum 8-ə. N də bərabərdir. Deməli 232-nin üstünə 88 gələndə olacaq 320. Bizim ilkin qiymətimiz 320 imiş. 111-ə baxaq. Deməli, n dəyişəni üçün girişə 150 ədədi daxil edilərsə, alqoritmin nəticəsini müəyyən edin. Deməli, n-in qiyməti 150 daxil edilibdir. Və biz yenə də yox qolunu tapmağa çalışaq. Olacaq nə? A plus n böyükdür 250. Bunu bildik. A-nın başlanğıc qiyməti neçədir? 50-dir. İndi mənə saat sonra gətirib bu qiymətləri yerinə qoymaq lazımdır. Nə olur? Olur 50 plus 15x dövrlərimin sayını tapacağım. Plus saat sonra baxın, yəni A-nın da qiymətini öz yerində qoymağa çalışıram. N-in də qiymətini. Axı A buna, bu ifadəyə, N isə bu ifadəyə bərabərdir. N-in də başlanğıc qiymətini nə verib? 150. 150 minus deməli 10x. Düzdürmü? Böyükdür 250. 250 sadələşdirək. Deməli olacaq nə? 5x böyükdür. Bu olacaq deməli 200, 200, bu da olacaq 250-dən də biz 200-ün çıxanda 50. Əla. X böyükdür 10, x-in da qiyməti olur 11. Deməli, mənim ümumiyyətlə dövrüm 11 dəfə icra olundu. İndi məndən nə soruşur? N-in üçün burada alqoritm nəticəsini müəyyən edin. A-nın qiymətini soruşur. Baxın, çıxışa A-nı verməliyəm. Biz indi dövrün sayını tapdıq 11. Düzdürmü? A bərabərdir. A-nın ilkin qiyməti nə idi? 150 idi. 150 plus 15-i vuracam 11-ə. 15 vuraq 11, 165 edər, çox güman ki. 165 bərabərdir toplayanda bizdə eləyir. Bu 150 yox, burada mən səhv yazdım, bu 50-dir. Çünki ilkin qiymət 50-dir, axı 150 ora səhvən gedib. Bu da olacaq nə? 215. Deməli, A-mızın dəyəri 215 sapa getmiş olur. Sonra 112. Alqoritm blok sxeminə əsasən A dəyişəninin çapa veriləcək qiymətinin 32 olması üçün N dəyişəninin daxil edilə biləcək ən kiçik natural qiymətinin rəqəmlərinin cəmini tapın. Tapaq. Deməli, A dəyişəninin 32 olması üçün. Baxın, A-nın qiyməti nə verilib başlanğıcda? Verilib, qələmimizi aktivləşdirək 2. Düzdürmü? 2 plus. Biz 15-i neçə dəfə cəmləsək 32 alaraq. Yəni bizim burada 15-i 2 dəfə cəmləyəndə 30 eləyir. Bu da mənə 32-ni verir də. Çünki 32-ni almalıyam. Deməli, burada mənim 2 dəfə dövrüm icra olunacaqdır. 30 yazsaq bərabərdir 32. Əla. Deməli, dövrümün sayını tapdım 2. İndi mən də nə zaman yox qoluna doğru istiqamət almalıyam? Olacaq n böyükdür 100-dən. Düzdürmü? Yox qoluna. Mənim n-imi bilmirəm nə qədərdir. Yəni ilk bunu tapmalıyam da.
Amma dövrümün sayı bəllidir. N üstə gələk. 2-ni vururam 7-yə. 14 böyükdür nədən? 100-dən. Böyükdür 100-dən. Burada n böyükdür. 100-dən 14-ün çıxırıq. Olur nə? Bir dəqiqə. Bizdə ən kiçik natural qiymətin rəqəmlərin cəmini soruşur. Aha, elə bildim ədədin özünü soruşur. Deməli olacaq 86. Düzdürmü? N-in də 86-dan böyük qiyməti 87-dir. 87-dir. Və bizdə nə soruşur? Rəqəmlərinin cəmi. 8 dənə 7 bizə 15-i vermiş olur. Cavabımız olur 15. 113-cü sual nümunəsinə baxaq. Alqoritmin icrası nəticəsində n dəyişəninin 243 qiyməti çap olunmuşdur. Buna əsasən A dəyişəninin daxil edilə biləcək ən böyük natural qiymətini tapaq. Baxaq. Deməli, bizdə indi burada bir dənə diqqət edəcəyimiz bir məqam var. Baxın, A kiçikdir, S olanda biz hə qoluna getməliyik. Düzdürmü? Və məndə 243 verilibdir N-in qiyməti. N-in başlanğıc qiyməti nədir? 1-dir. Biz neçə dəfə 3-ü özünə vuranda 243 almalıyıq. Yəni 3 vuracam, 3, 3, 3, 3, yəni 5 dəfə, düzdürmü? Açıq yazıram ki, hardan aldığımızı bilək. Olacaq 243. Əla. Deməli, mənim bu hissəm, yəni 3-ün üstü 5 mənə 243-ü verir. Dövrümün sayını tapdım. Dövrümün sayını tapdım. İndi baxaq. İndi mənə deyir ki, sənin A kiçikdir S olanda və A-nın ümumiyyətlə qiymətini bilmirəm. Onsuz da mənə A dəyişənin daxil edilə biləcək ən böyük natural qiymətini deyir də tap. İndi mənim burada icra edəcəyim dövrlərin sayı bəllidir, bəllidir. S-in başlanğıc qiyməti nədir? 1-dir. Deməli, mənim S-im nə olacaq? 2-nin üstü 5, yəni 32 olur. Yəni deyirəm, çünki hər dəfə bu icra olunanda bu dövr 2 özünə o dövrlərin sayı qədər vurulur. İndi tapdıq, bəs A neçə dəfə icra olunar? A minus 15 olacaq. Çünki 3 dəfə 3-ü 5 dəfə özündən çıxacaq. Yəni A-nın ilkin qiymətindən. Yəni 15 olacaqdır buradan yaranır. Yəni 5-ə vuraq da. İndi yazıram ki, A minus 15 kiçikdir. S-in qiyməti nədir? 32. Niyə yenə də deyirəm kiçikdir yazdım? Çünki A kiçikdir S olanda mən dövrdən çıxmalıyam. Ona görə də olur nə? A kiçikdir 47. A-nın da 47-dən kiçik iç qiyməti A bərabərdir 46. Deməli, A-nın ilkin qiyməti 46 olub. 114-ə baxaq. Deməli, A dəyişəninin daxil edilən ixtiyari natural qiymətlərində aşağıda verilmiş PS funksiyasının SA-nı hesablayaraq qiymətini hesablamaq üçün blok sxem qurduqda. Blok sxem qurduqda şərt blokunun ən azı neçə dəfə istifadə etmək olar. Blok sxem qurduqda gəlin blok sxem quraq. Bunu ədəd oxu ilə getmək olar. Amma ədəd oxunun tərəfdarı deyiləm nədənsə. Baxsaq, deməli bizdə blok sxemini qururam. A dəyişəni daxil edilərsə və şərtimdə nədir? Şərtimi qoyaq. A böyük bərabərdir 15. A-nın hə qoluna, bir də yox qol yazıram. A-nın 15-dən böyük qiymətləri hansılardır? Yəni 15, 16, yəni müsbət sonsuzluq, düzdürmü? Bəs yox qolla nə gələcək? 14, 13, 12, yəni 14-dən bir də mənfi sonsuzluğa qədər. Düzdürmü? Gedirəm, hə qolunda, lap açıq yazacağım. S bərabərdir 2A icra olunmalıdır. Gedim indi o bir şərtimi qoyuram. Deyir A bərabərdir 14 olarsa
A bərabərdir 14 olarsa. A bərabər 14 olarsa, yəni yerdə mənim əlimdə hansı qiymətlər qalmışdı? 14, 13, 12 və s. də düzdürmü? Və mənə A 14 olarsa, yəni 14-ü bura yazıram. Deyək ki, o zaman sən gedib S bərabərdir A plus 5-i yazacaqsan. Mənim əlimdə qalan qiymətlər yox qoluna nələr getdi? Yox qoluna getdi nələr? 13, 12, 11 və s. düzdürmü? İndi e, və qalan o qiymətlərin hamısı, yəni 13, 12 bu şərti ödəyirmi? Ödəyir. Bəli, daha mən bu şərti qoymağa ehtiyacım yoxdur. Çünki yerdə qalan qiymətlər bu şərti ödəyir. Və bunun daxilində bir dənə də S funksiyası var. S funksiyası var. Gedirəm. S-in sıfırdan kiçik qiymətləri hansılardır? -1, -2, -3, düzdürmü? İndi bəs sıfırdan böyük hə qoluna bunlar gedəcək də yox qoluna nə gedəcək? Daha bunu çəkmirəm, buradan izah verəcəm. 0, 1, 2, düzdürmü? İndi burada mənim yerdə qalan qiymətlərim bu şərti ödəyirmi? Bəli, bir dənə də artıq mən bir dənə şərt qoyuram da bu funksiyanın daxilində. Yəni bunu da çəkə bilərəm, problem deyil. Əgər çəksək, yenə də mənim S-in sıfırdan kiçik qiymətlərim hansılardır? -1, -2 və s. Düzdürmü? Hər qoluna bu gedəcəkdir. Yəni ki, -S getməlidir də çapa. Düzdürmü? Amma yox qoluna nə qaldı? 0, 1, 2, 3 və s. Yəni yox qolunda da bu şərti ödənilir deyə hamısı. Onsuz da yerdə qalan qiymətlər hamısı sıfırdan böyük qiymətlərdir də. Daha mənim ikinci şərti qurmağa ehtiyacım yoxdur. Deməli, ən azı 3 şərt blokundan istifadə olunur. Belə. Keçək 115-ci sual nümunəsinə. Deməli, alqoritm yerinə yetirilməsi nəticəsində n bərabər 100 olduğunu nəzərə alsaq, m dəyişəninin ilkin qiymətini tapaq. Deməli, bunun ən gözəl üsulu iştirik üsuludur. M iştirik bərabərdir suala, M2 iştirik bərabərdir M iştirik plus 13, bu da M2 iştirik M2 iştirik bölək 2 və burada 100 olubdur. Yəni, sonuc olaraq biz 100 bərabərdir. İştirikləsək, olacaq nə? M iştirikindən, yəni ki, olacaq M. Baxın, sadəcə olaraq mən iştirikləyirəm ki, rahat görə bilək də. M2 iştirik, çıxaq N iştirik. Bunu almalıyam. Gətirib yerinə qoysam. Heç nə eləmirəm. Sadəcə yerinə qoyacam. 100 bərabərdir. M iştirikin yerinə bu ifadəni qoya bilərəm. Amma rahatı ən gözəli sadələşdirmək üçün hələ ki N iştirikin qoyaq yerinə tapaq. Olacaq nə? M iştirik. Minus. Mötərizədə yazım ki, mən rahat görə biləm onu. Olacaq M2 iştirik. M2 iştirik. Bölək 4 minus M2 iştirik bölək 2. Düzdürmü? Əla. Buradan sadələşdirək. 100 bərabərdir. M iştirik minus olacaq bunu ortaq mahrac eləsək, hələ vurub açmıram, sonra sadələşdirərəm buradan. Olacaq bunu 4 olacaq nə? M iştirik, çıxaq 4, 2. Yəni M iştirik. Əla. 100 bərabərdir. M2 iştirik minus 4-də M iştirik. Bu artıq, baxın, burada mənfi qalacaqdır. M iştirikdən 2 M iştirik çıxanda bu mənfi eləyəcək. Yəni, bu isə, elə mən bunu birbaşa yazıram da, müsbət, mənfi bizə müsbət verir. Düzdürmü? Olur M2 iştirik. Hər tərəfi mən 4-ə vursam, olacaq 400 bərabərdir. 4 dənə M2 iştirik. Plus nə? M2 iştirik. Burada
Yerimiz çox balaca oldu buradan. 400 bərabərdir 5 dənə m iştirik, m2 iştirik. Bu da eləcə m2 iştirik bərabərdir 80. 80-i tapdım. İndi məndən nə soruşur? M2 iştiriki tapmışam. Mənə ilkin qiyməti soruşur da, düzdürmü? Yəni mən burada 80-i tapdım. Baxın, burada aparıb yerinə qoyacağam bu hissədə. 80 bərabərdir. M iştirik plus nə? 13. M iştirik də bərabərdir. 67. Deməli, bizim ilkin qiymətimiz olub nə? 67. 67 burada ilkin olan qiymətdir. Sadəcə belə deyək də, ştriklama üsulu ilə daha rahat tapmaq olur. Buranı təmizləyək. Deməli, bizə yenə də bir alqoritm veribdir. Biz bu alqoritmdə nəticəsini müəyyən eləməliyik. Baxaq, görək nə istəyir. Deməli, bizdə in başlanğıc qiyməti verilibdir. Görək neçə dəfə dövrü icra olunacaqdır. Amma diqqət edəcəyimiz bir məqam var ki, hər dəfə A bərabərdir, A plus B plus I cəmlənir. Yəni, I yeni bir qiymət aldıqca A da bir dəyişim baş verir. Mən dövrdən çıxmağım üçün I böyük, kiçik bərabərdir, böyükdür, nə olmalıdır? 16 olmalıdır. 16 olmalıdır. İndi məndə i-nin qiyməti nədir? 5-dir də. Başlanğıc qiyməti 5 plus 4x böyükdür 16. Dövrümün sayını tapım. 4x böyükdür. Deməli 11. X da 2 tam nə qədərsə düşür, düzdürmü? 2, belə deyək də 2 dəfə yerləşəcəkdir. Olacaqdır 2 tam 4-də 3. O da x-dir. Olacaq 3. 3. 3 dəfə bizdə dövr icra olunmuş olur. Amma burada yenə də bir şey demək istəyirəm. Burada A hər dəfə i-nin yeni qiymətini alır. Ona görə də mənim rahatdır, dövrümün sayı azdır. A bərabərdir. A-nın ilkin qiyməti nə idi? 2-dir. B neçədir? 3-dür. Yəni 5 plus. İndi i-nin qiymətlərinin artımını yazacağım bura. I birincidə gedəcəkdir 9 olacaqdır. 9. Çünki 5-in üstünə 4 gəlirəm 9. Bu neçə eləyir? 14 eləyir. İndi sonrakı qiymətimiz neçə olacaqdır? 13 olacaq da. Çünki 4 vahid artıbdır. İndi burada A bərabərdir. A-nın son qiyməti 14 və deyir ki, mən B-ni də cəmləmişəm. Plus 3, plus i-nin də 13 qiyməti. Düzdürmü? Bərabərdir. Deməli, 17 eləyəcək. Bu da eləyəcək 30. A olur 30. Gedirəm indi bir də i-nin son qiyməti, yəni 17. Çünki 4 vahid artır və A bərabərdir. A-nın son qiyməti nə idi? 30 idi. Plus təzədən B-nin qiymətini gəlirəm üstünə 3 plus 17. Bu da eləyir nə? 50. Deməli, A-nın qiyməti 50-dir. A-nın qiyməti 50-dir. İndi mən i-nin buradan qiymətini tapmalıyam ki, gedim təzədən burada müqayisə edeyim də. Dövrümün sayı bəlli idi ki, 3 dəfə. I bərabərdir. I-nin başlanğıc qiyməti 5 idi. Üstə gələk 12. Çünki 4-ü 3-ə vurdum 17. Deməli, mənim i-min son qiyməti 17-dir. İndi mən baxıram burada. Dövrümün sayını tapmaq istəyirəm. Ki, görəsən, nə zaman yox qoluna gedəcəm. Yəni, mən i kiçikdir 6-da, 6-da. Yox qoluna doğru istiqamət eləməliyəm. Daha doğrusu kiçik bərabərdir. İndi mənim i-min son qiyməti nə idi? 17 idi, düzdürmü? 17 minus 5x i-nin yox qoluna doğru getmək üçün dövrlərimin sayını tapıram. Kiçik bərabərdir 6-dan. Düzdür? Deməli, mənfi 5x kiçik bərabərdir. Deməli, mənfi 11 keçirdirik. X da böyük bərabərdir yazacağım. 2 tam nə qədərsə düşür. Yəni
Belə deyək də 11-də 5 2 dəfə yerləşir, tam hissədə qalır. Yəni mən x böyük bərabərdir 2 tam nə qədərsə, yəni mən bunu x bərabərdir 3 yazım da. Uzatmayaq. X bərabərdir 3 yazaq. Deməli mənim dövrümün sayı 3 dəfə icra olunacaq. Yəni bu hissə. Əla. İndi amma baxacağımız bir şey var. B bərabərdir A-dan E-nin qiymətini çıxırıq və hər dəfədə B 3 vahid azalır. Yəni mən burada 3 dəfə bu prosesi yerinə yetirəcəm. B-nin qiyməti A-nın qiymətindən asılıdır. Çünki A hər dəfə I qədər azalır. B bərabərdir. B bərabərdir. A-nın son qiymətini tapmışdıq. A-nın son qiymətini tapmışdıq 50. 50 minus. İ neçədir? İ-nin son qiyməti 17 idi. 17-dən çıxmışdım. 5-in qalmışdı nə? 12-si. Düzdürmü? Yəni, məndə burada 50-dən çıxıram 12-sin. Çünki i-nin son qiyməti 17 idi. 17-dən 5-in çıxandan sonra a-nı o qədər azaldıram. Olur nə? 38. Və B 3 vahid azalır. B nə olur? Baxın, B-nin yeni bir qiyməti artıq bu olacaqdır. Olacaq 35. 35. İndi baxsaq görək nə baş veribdir. Ümumiyyətlə proqramı qısaltmağa çalışıram. Burada baxsaq, mənim B-nin son qiyməti A-nın son qiymətindən asılıdır və sonda 3 vahid azaldacam. Son olaraq hər dəfədə 5 vahid azalır. Yəni mənim i-min qiyməti nə olur? İlk öncə 12 olur, düzdürmü? Sonra 12-dən 5-ini çıxıram, i bərabər olur 7. Sonra i bərabər olur 2. Yəni hər dəfə 5 vahid azalır. İndi məndə B də deyir ki, A-dan çıx i-nin son qiymətində. A-da heç vaxt azalma baş verməyibdir. A-da heç vaxt azalma baş verməyib. Yəni proqramın, alqoritmin gedişatı zamanı. İndi məndə B bərabərdir. A-nın son qiyməti nə idi? 50 idi. 50-dən çıxacağım i-nin son qiymətinin 2-ni. Olacaq 48. Və B bərabərdir. Olacaq 45. Baxın, onu getməyə ehtiyac duymadım. Bir gedişdən artıq gördüm ki, A onsuz da dəyişmir. Alqoritmin gedişatı zamanı. Mən onsuz da elə son olaraq i-nin qiymətini qoyub B-ni rahat tapa bilərəm. B oldu nə? 45. İndi məndə artıq 3 gedişdən sonra onsuz dövrümün sonlanmalı idi. D-ni tapıram. D nəyə bərabərdir? D, A-nın üstünə B gələcəm. A 50 idi. Bu olacaq 45. 95. 95-i də 5-ə böləcəyik. Deməli, 95-i də 5-ə böləndə bizdə qalır 19. D də olur 19. Vəssalam. Sadəcə bir gedişdən artıq görürəm ki, onsuz da A-nın qiyməti dəyişmir də. A-nın qiyməti B-nin aldığı son qiymətinlə gedəcəm. Yəni, i 2 ilə girir dövrə. Sonra qiymətin yerinə qoyub hesablayıram. Əslində, qısa yolu budur. Sonra keçək 117-ci sual nümunəsinə. Deməli, alqoritm icrası zamanı M dəyişəni üçün ardıcıl olaraq bu qiymətlər daxil edilibdir. Deməli, N onsuz da 5 dəfə icra olunacaq. Elə 5 dənə də bizə qiymət verilibdir. Baxsam, M-in qiymətləri bunlardır. Yəni, M alıb 16-nın, sonra alıb 8-i, sonra alıb 6, 10, 0, düzdürmü? Və hər dəfə də bunların cəmini tapıb. Yəni, ümumi olaraq mən bunların cəmləməliyəm də hər dəfə. Amma bir dənə burada çaşdırıcı məqam var. Deyir ki, n fərqlidir 0 olanda sən k-nı bir vahid artıracaqsan. Onsa n hər dəfə şərt ödənsə də, ödənməsə də bir vahid azalır. Mənə bunu artıq bildim ki, bu hər dəfə bir vahid azalacaq. Mənə çaşdırıcı məqam bax, baba, bu şərtdədir. Sənin 4 dənə qiymətin var. Bunların 4-ü 0-dan fərqlidir ki, hər zaman hər qolunu icra edəcək. Amma M0 olanda deyəcək ki, M fərqlidir 0-dan. Axı 0 0-dan fərqli deyil. O zaman yox qolunu icra edəcəm. Yəni sənin K-nın qiyməti burada. Başlanğıc qiyməti onca 0-dır. Deməli 4 dəfə icra olacaq. K olacaq 4. Bir daha deyirəm, çünki 0 qiymətində K-da artım baş verməyəcəkdir. Və yerdə qalan qiymətlərin cəmi hamısını K-ya böləcəm.
Deməli, e, bunların hamısını cəmləyəcəm. 16, 18, 24, 30, 40 və 0, onsuz da cəmlənəndə dəyişiklik baş verir. 40-ı da böləcəm 4-ə. S də bərabər olacaq 40 bölü 4 bərabərdir 10. Cavabımız olacaq 10. 118-ci sual nümunəsinə baxaq. Yəni deyirəm, burada sadəcə olaraq son olaraq 0 qiymətində mən onu nəzərə almalı deyiləm K-nı. K çünki artmır. Deməli, yenə də eyni strukturlu alqoritm növüdür. Deyir ki, S dəyişəninin 64 qiyməti çapa verilmişdir. Baxsaq, S dəyişəni 64 olması üçün dövr sayı neçə olmalıdır? 3 olmalıdır. Çünki 4 vuraq 4 vuraq 4 mənə 64-ü verir, düzdürmü? Və mən n böyük bərabərdir, yüzdə dövrdən çıxmalıyam. Amma burada mənə deyir ki, ən kiçik natural qiymətini tapın. Yəni, ən kiçik natural qiymət dövrdən çıxdığımız qiymətdir. Amma ən böyük soruşsa, dövrə ən son hansı ədədlə daxil olmuşamsa, onu da tapılır ən kiçik natural qiymət. İndi mən burada en böyük bərabər 100 yazmağım üçün, yəni neçə dəfə icra olundu? 3 dəfədə. N-im bilmirəm nə qədər. N plus 9 kərə, baxın 3-ün 27, böyük bərabərdir nə? 100. Düzdürmü? N də böyük bərabərdir. Burada yer 73, n də bərabərdir 73. Ən kiçik budur. Amma ən, belə deyək də, böyüyü soruşsa, üçüncü dövrdən mən B-də çıxışa getdim. İkinci dövrdən son dəfə dövrə daxil olmuşam. Deməli, mən kiçiyi tapanda bundan bir dövr əvvələ, yəni 18 ilə dövrə daxil olmalıydım. N plus 18 kiçikdir 100-dən dövrə daxil olmalı idim. Amma burada ən kiçiyi soruşur deyə biz dövrdən çıxışı olan hissəni götürürük. 119-cu sual nümunəsinə baxsaq, deməli, algoritmin blok sxeminə əsasən S dəyişəninin 128 qiymətə çıxışa verilmişdir. N dəyişəninə daxil edilə biləcək ən böyük natural qiymətini. Aha, bayaq dediyim burada soruşulur, əla. Deməli, baxın, burada mənim 128 sapa getməlidir və S-in qiyməti 1-dir başlanğıc. 128 dəfə belə deyək də, icra etmək üçün mən 2-ni 7 dəfə öz-özünə vurmalıyam. Deməli, mənim burada 7 dövrüm var. Əla. İndi, baxın, bayaqlarım dedim ki, ən böyük olanda biz son hansı dövrdən getməliyik? 7-ci dövrdən çıxıram. Deməli, mən 6-cı dövrdən ən kiçiyi, ən böyüyü tapmalıyam. Olacaq nə? N kiçikdir 100, düzdürmü? Ən böyüyü tapmaq istəyirəm də. N-in başlanğıc qiymətini tapmaq istəyirəm. 7-ci ilə ən kiçiyi tapırdımsa, 6-cı dövrdən ən böyüyü tapıram. Olur nə? Plus 7 vuraq 6. 42. Kiçikdir 100-dən. İndi burada bizdə tapsaq, n kiçikdir 58, n də bərabərdir 57. Cavabımız olacaq 57. Ən böyüyü budur. Amma desə ki, ən kiçiyi tap, o zaman biz n böyük bərabərdir 100 yazardıq. Sonra burada n plus 7 kərə 7-nin 49 böyük bərabərdir 100 qoyub biz tapardıq ən böyüyü. Amma bizdən, üzr istəyirəm, ən kiçiyi tapardıq. Amma bizdən ən böyüyü soruşur. Ona görə də qiymətimiz 57 edir. Keçək 120-ci suala. Alqoritmin icrası nəticəsində S dəyişəninin qiymətini müəyyən edin. Deməli, görsək, biz nə zaman yox qoluna gedərik? I böyük bərabərdir n olanda. Və S dəyişəninin qiymətini istəyir bizdən son olaraq. Amma baxsaq burada hər dəfə S i-nin qiymətindən asılı olaraq dəyişir. S qiymətindən asılı olaraq dəyişir. Və vurulur buna. Məcburuq ki biz, yəni hər dəfə burada bir dənə qanuna uyğunluq görə bilmərəm. Çünki S-in qiyməti i-nin artımı ilə asılıdır da. Və
E'nin də qiyməti bəllidir. Yəni mən burada e, i'nin başlanğıc qiyməti sıfırdır. Yazıram bir baş, yəni onsuz sıfır heç nəyə dəyişmir. Yazıram ki, 3x düzdürmü? E, Şərtdən çıxmaq üçün böyük bərabərdir nə? 10. İndi mən burada dövrümün sayını tapsam, x bərabərdir 3'dan %33 nə qədərsə, x bərabərdir 4. Deməli, mən bilirəm ki, 4 dəfə icra edəcəm bunu. İndi 4 dəfə icra edirəmsə, s bərabərdir. S-in üstünə i gələcəm. Burada S onsuz da 0 eləyir. Çünki başlanğıc qiymətlərdə hələ ki 0-dır. Amma i burada nə olur? 3 olur. S deyir ki, S-i vur 3-ə. Baxın, S-in onsuz da qiyməti 0 idi. S-im hələ ki olur 0. İndi bu birinci dövrüm idi də. İkinci dövrə baxsaq. S bərabərdir. S-in üstünə gələcəm i-ni. Olacaq S-im nə? 3. 3. i-ni 3 vahid artırıram. i olur 6. S də bərabərdir. S-i vuracam 3-ə. 3-ü vururam 3-ə eləyir 9. İndi gedirəm 3-cü dövrdə S bərabərdir. S-in üstünə i gələcəm. Eləyəcək nə? 15. i-ni 3 vahid artırıram. i 6 idi 9 və S bərabərdir. S-i vuracam 3-ə. Olacaq 45. Və dördüncü dövrdə nəhayət S bərabərdir. S-in üstünə i-ni gələcəm. Deməli, olacaq nə? 54. 54 və i-ni biz 3 vahid artırırıq. Olur 12. S-i də vururam 3-ə. 54 də biz 3-ə vuranda deməli 4 kərə 3, 2, 162. S-imizin son qiyməti 162 olmuş olur. Burada bir dənə qanuna uyğunluq görə bilmərəm. Çünki dediyim kimi S-in qiyməti i-nin qiymətindən asılı olaraq dəyişir. Keçək 121-ci sual nümunəsinə. Deməli, alqoritmin nəticəsini müəyyən edin. Burada bilirik ki, faiz qalığı bildirir. 2 dənə də bu işarə tam bölünməni bildirir. Baxsaq, burada nə görürəm? Deməli, baxın, mən nə zaman yox qoluna gedəcəm? Bunu istəyirəm kəsəm buradan götürüm. Çünki ola bilsin yerimiz balaca oldu. Tam sığışmadı. Baxaq alqoritmə. Dövrlərin sayını tapmağa çalışacağım. Deməli, mən i böyükdür 27 olanda dövrdən çıxmalıyam. Və burada i-nin başlanğıc qiyməti bəllidir. Görün, dövrün sayını tapaq ilk öncə. I-nin başlanğıc qiyməti 5-dir. 5 plus 9 x böyükdür necə? 27, düzdürmü? 9x böyükdür 22-dən x da bərabər böyükdür 2 tam nə qədərsə x bərabərdir 3. Deməli, mənim bu hissəm 3 dəfə icra olunacaqdır. İndi baxaq. 3 dəfə icra olunursa f nədir? F-i tapmaq lazımdır burada. Çünki f-in ilkin qiyməti nədir? 1-dir. 1-i vuracam i-yə, yəni i-nin başlanğıc qiymətinə 5-ə. Sonra vuracam nəyə? Belə deyək ki, 9 vahid artırıram i-ni 14-ə, düzdürmü? 14-ə. Sonra nəyə vuracam? 3 dəfə dövr gedib baxın. Plus vuracam nəyə? Bir də ki, 14-ün üstünə 9 gələcəm. Olacaqdır 23. Düzdürmü? Deməli, mən bunların hasilini tapmalıyam. Gəlin, kalkulyatorla eləyək. 5 vuraq. 14. 2 dəqiqə. Vuraq 14. Bərabərdir. Bir də vuraq 23. 23. 1610. Deməli, 1610 etmiş oldu. F-i tapdıq. İndi deyirəm 1610 böyükdür 0-dan. Aha,
D bərabərdir. 1610-u böləcəm 8-ə. 1610-un 8-ə bölünməsindən alınan qalığı tapsaq, 1610 bölək 8 bərabərdir. 201 tam %25 qalıbsa, deməli mənim qalığım olacaq 2. 2. Əla. Deyim oldu 2. İndi deyirəm ki, 2-nin 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdir. Deyirəm, hə, S bərabərdir. Deməli, S-i vuracam D-yə. Baxırıq, S-in qiyməti nədir? 1-dir, başlanğıc qiyməti. Vururam D-yə, 2. Əla. İndi baxın, burada f 8-ə bölünəcəkdir və tam hissə götürüləcəkdir. F bərabərdir. 1610-u bölürəm 8-ə. Bayaq böldük, onsuz da 201 düşmüşdür də. Düzdürmü? F oldu nə? 201 tam hissə. İndi mən şərti yoxlayıram. 201 böyükdürmü? 0-dan deyirəm, hə? D bərabərdir. 201-in 8-ə bölünməsindən alınan qalığı tapacam. 201 bölək 8 bərabərdir. 25, 25-i vuraq 8-ə bərabərdir 200. Deməli, mənim burada qalığım nədir? 1. Düzdürmü? Və 1-in 2-yə bölünməsindən alınan qalıq 0-a bərabər deyirəm, yox və hə, yox icra olunacaqdır. Gedirəm f-i tapmağa. F bərabərdir. 201-i 8-ə böləcəm yenidən. Belə 8 bərabərdir 25. 25. F-im oldu 25. 25 böyükdür 0-dan. Hə, D bərabərdir. 25-in 8-ə bölünməsinə alınan qalıq 1-dir. Yenə də şərt ödənmir. Yəni də şərt ödənmir. Yenidən f-i tapmağa çalışıram. F bərabərdir. Onsuz da heç vaxt daha şərt ödənməyəcək. Çünki cüt rəqəm alınmır. F-i bölürəm, 25 bölürəm 8-də tam hissə necə olur? 3. Düzdürmü? 3 böyükdürmü 0-dan deyirəm. Hə, D bərabərdir. 3-ün 5-ə bölünməsindən alınan qalıq 3-dür. Bilirik ki, özün qaytarır. Böləndən kiçik olduğu üçün. İndi D-nin 2-yə bölünməsinə alınan qalıq 0-a bərabərdir. Yox, təzədən F bərabərdir. F-in son qiyməti 3 idi. 3-ü 8-ə bölündə 0 tam nə qədərsə düşür də, düzdürmü? Və biz bunun tam hissəsini götürürük, olur 0. Və şərt ödənmir. İndi məndən nə istəyir? S-i istəyir. S-in son qiymətin biz burada 2 almışdıq. Cavabımız olur 2. Bu verilmiş ədədə 18-də bölünməkdir. 8-lik say sistemində belə gedirdik. Deməli, 122-ci sual nümunəsi ilə baxaq. Uyğunlaşdırmadır, uyğunlaşdıraq. Deməli, burada birinci nəyi bildirir? Biz bilirik ki, birinci şərti yoxlayır, romb şərti yoxlayır. Yəni, bura gedəcək A. İkinci, bu ümumiyyətlə verilənləri daxil və yaxud da xaric edilməsi üçün istifadə olunan şərt blokudur. Baxsaq, müəyyən şərti xeyr, əməl bloku deyil, əməl bloku düzbucaqlıdır. Başlanmasını göstərən ovaldır. Verilənlərin daxil və yaxud xaric edilməsi, bəli, 2-yə gedəcək D. 3. Bu isə bayaq dediyik kimi əməl blokunu göstərir, yəni hesab blokunu 3-də gedəcək B. 1A, 2D, 3B. 23-cü sual nümunəsinə baxaq. Algoritm növlərinə əsasən uyğunluğu müəyyən edin. Xətti algoritmə baxaq görək hansılar. Kvadratın sahəsinin tapılması. Bəli, 1-ə getdi A. Sonra 1-dən n-ə qədər tək ədədlərin kvadratlarının çap edilməsi. Bu təbii ki, dövrü algoritmdir. B. Üçüncü, natural ədədlərin faktorialının hesablanması. Bu da dövrü algoritmdir. Natural verilmiş ədədin cüt və ya tək olmasını bilirik ki, cüt və ya tək olması üçün biz müəyyən bir şərt qoymalıyıq. Bu budaqlanmadır. D. Deməli, kvadrat təminin köklərinin tapılması bilirik ki, diskriminant mənfi ola bilməz. Yəni, bir şərt qoymalıyam. Diskriminant ya 0-dan böyük olmalıdır və yaxud da B-yə 0-a bərabər olmalıdır. Yəni, bizim diskriminantımız mənfi ola bilməz. Ona görə də bir şərt qoymalıyıq. Bu da olacaq budaqlanma Y. 124-cü sual nümunəsinə baxaq.
Deməli, alqoritmin fraqmentinin icrası nəticəsində A dəyişəninin qiymətini təyin edin. Bu alqoritmə baxsaq, keçən dəfə də mən bu haqda danışmışdım. Ümumiyyətlə, bu əbobun tapılması alqoritmidir. Bunu icra etməyi məsləhət görmürəm, çünki imtahanda biz vaxtla yarışırıq. Ona görə də bilirik ki, 32 ilə 108-in ən böyük ortaq böləni elə bir ədəd qoymalıyıq ki, 108 32-yə bölünmür, 16-ya bölünmür. Ona görə də hər ikisinin ortaq ən böyük ortaq böləni əbobu təbii ki 4-dür. Cavabımız olacaq 4. Amma keçən dəfə mən bunu açıq yazmışdım, yerinə qoymağı hesabın yazmışdım. Biz bunları lakonik etməyək, yəni tərəfdarıyam. Amma belə yerini də qoyub tapmaq mümkündür. Təbii ki, o da zamanımızı çox alır. 125-ci sual nümunəsi yenə də uyğunlaşdırmadır. İki ədədinin hasilinin hesablanması bu alqoritmdir. Alqoritmi daha doğrusu xətti alqoritmini birə gedəcək A. Budaqlanma. Kvadrat tənin diskriminantıdır bu. Budaqlanma. B. Sonra e, A x bərabərdir B xətti tənliyinin alqoritmi. Bu, ümumiyyətlə, budaqlanma alqoritmini bilirik ki, məxrəc sıfırdan fərqli olmalıdır. Yəni, ona görə də C olacaq budaqlanma. Çox rəqəmli natural ədədlərin cəminin hesablanması. Bu, dövrüdür. Çünki çox rəqəmli natural ədədlərin cəminin hesablanması bizə bir dəqiqə, deməli, aha, dövr olacaqdır. Sonra xətti düzbucaqlı sahəsinin hesablanması alqoritmi isə bilir ki, xətti alqoritmdir. Uyğunluq bura D yazaq, bura da yazaq E. Deməli, 1 AE, 2 BC, 3 isə D olur. Sonra 126-cı sual nümunəsi. Yenə də uyğunluqdur. Təbii dildə təsvir, qrafik təsvir, proqramlaşdırma dilində təsvir. Baxaq. Deyir ki, alqoritmin addımları həndəsi fiqurlar daxilində yazılır. Bu, təbii ki, həndəsi fiqurların daxilində yazılması nədir? Bu, qrafik təsvirdir. Yəni, ikiyə gedəcək A. Sonra, düzbucaqlı üçbucaqda hipotenuzun uzunluğunun tapılması alqoritmi. Baxın, burada deyir ki, nə nəsə ifadə et demir. Sadəcə olaraq deyir ki, alqoritmin addımlarını həndəsi fiqurların anı oxuyuram, üzrlü sayın. Düzbucaqlı üçbucaqda hipotenuzun uzunluğunun tapılması alqoritmini de. Sadəcə olaraq bunu təbii dildə deyəcəyik ki, necə tapılır. Yəni, 1-ə gedəcək B. Sonra, baxın, burada yəni bunu düsturla demək lazımdır. Bunu da təbii ki, təbii dildə deyəcəyik. Bu təsvir forması ilə kompüter ancaq ona verilmiş əmrləri icra edir. Ona görə də təsvir dəqiq olmalıdır. Kompüterdən gedir söhbət təbii ki. Deməli, biz kompüterdə hər hansı bir alqoritmi nə daxilində yazacağıq? Proqramlaşdırma dilində. 3-ə gedəcək C. Çox vaxt bu təsvir formasında əvvəlcə blok sxem qurulur, sonra isə buna uyğun proqram. Baxın, proqram harda qurulur? Proqramlaşdırma dilində olacaq D. Yəni, 3-ə gedəcək C, D. Sonra X, Y, Z ədədlərin toplanması alqoritmi. Burada həndəsi fiqurlarla bunu göstəribdir. Bu da isə qrafik təsvirdir. Belə. Deməli, 1-ə getdi B, 2 AE, 3 isə CD uyğunluğu oldu. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Ümidvaram ki, sizin üçün faydalı olar. Çox sağ olun. Hələlik.